Hər vaxtınız xeyir olsun. Bugün hazır aldıqlarınızdan əsla seçilməyən dadıyla, görüntüsü ilə ürəkləri fethedəcək çox ləzzətli və yeni resepti bölüşürəm. Videomu sonradan izləməyi və bəyənməyi unutmayın. Qaba otaq temperaturunda kərə yağı, duru yağ, şəkər tozu, yumurta və şəkərli vanil əlavə edib çırpıcı ilə qarışdırıram. Ərzaqların tam ölçülərini videonun açıqlama hissəsində qeyd edəcəm. Tam qarışdırdıqdan sonra üzərinə əvvəlcədən ələdiyim 3 stəkan unun yarısından çoxunu əlavə edirəm. Üzərinə 1 paket qabartma tozu da əlavə edib xəmir yoğururam. Siz isə videomu izləyirsinizsə və kanalıma abunə deyilsinizsə abunə olmağı, videolarımı yaxınlarınızla bölüşüb mənə dəstək olmağı unutmayın. Biraz yoğurduqdan sonra qalan unu da əlavə edirəm və xəmiri toparlayıram. Ələ yapışmayan yumuşaq xəmir olur. Xəmirin teksturasında videodan görürsünüz. Xəmirimiz artıq hazırdır və keçirəm hazırlamağa. Kiçik gündələr edirəm, təxminən qoz böyüklüyündə. Əlimlə biraz yayıb içərisinə şokolad yağı əlavə edirəm. Və daha bir kiçik gündə götürüb, onu da əlimdə əvvəl yuvarlayıram, daha sonra isə yayıb, digər xəmirin üzərinə gördüyünüz formada yerləşdirirəm. Və stəkanla kəsirəm. Kənarlarını çıxarıram və hazırladığım xəmiri yağlı kağız sərdiyim soba listinin içərisinə qoyuram. Hazırlayarkən tərəddüd edirdim ki, birdən bişərkən açılar, dağlar, amma qətiyyən açılma, axma olmadı. Hər ehtimala qarşı şokolad yağından çox miqdarda qoymayın. İkincisini də bu formada hazırlayıram və qalan hər bir xəmiri eyni formada hazırlayıb soba listinə yığıram. Və öncədən isidilmiş 170 dərəcəli sobada təxminən 30 dəqiqə ərzində bişməyə qoyuruq. Və budur, kurabiyelərimiz hazırdır. Çox ləzzətli oldu, inanılmaz dadlı oldu. Kərə yağı qoxusu ilə ağızda əriyən möhtəşəm bir reseptdir. Mütləq siz də bu reseptlə hazırlayın. Uşaqlarınız çox sevəcək, özünüz də çox bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.